Etibarnamə avtomobilə mülkiyyət hüququ vermir. Nəqliyyat vasitəsinin rəsmi sahibi dəyişmədiyi üçün baş verə biləcək cərimələr, məhkəmə çəkişmələri və ya borc məsələləri ciddi problemlərə səbəb ola bilər. Xüsusilə avtomobilin üzərinə həbs qoyulması və ya etibarnamənin ləğv edilməsi hallarında sürücü çətin vəziyyətlə üzləşə bilər. Mütəxəssislər bildirirlər ki, etibarnamə ilə avtomobil idarə etmək müəyyən risklər yaradır və bu zaman mülkiyyət hüququ dəyişmir. Nəqliyyat vasitəsi əldə edilərkən ən düzgün, daha etibarlı forması əlbəttə dövlət yol polisində nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirməkdir. Bəzən rast gəlir ki, digər hallarda baş verir ki, hansı ki bunlar etibarnamə ilə idarə olunur. Aralarında şəxsi alqı-satqı olsa da, sonraki müddətdə idarə etmək üçün yalnız etibarnamə götürürlər. Zaman keçdikcə buna müəyyən risklər çıxır ortaya. Hansı ki, yalnız nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə götürübsə, nəqliyyat vasitəsinin əvvəlki sahibi istənilən vaxt həmin etibarnaməni qüvvədən saldıra bilər. Bu zaman isə artıq avtomobil əvvəlki sahibi ilə sonraki sahibi arasında müəyyən bir qalmaqallar ortaya çıxa bilər. Sorğu zamanı sürücülərin fikirləri də fərqli oldu. Onlar risklərdən xəbərsiz olduqlarını və uzun müddətli etibarnamə ilə avtomobil idarə etdiklərini deyirlər. Etibarnamə adı 1 illik generalni davernisin. Satma hüququm var, istəsəm nə vaxt sata bilərəm. Bəs bunun riskləri var, bilirsiniz nə hansı riskləri? Yəni nə riski? Bilmirəm. Avtomobili etibarnamə ilə idarə etməyin riskləri var. Bundan xəbəriniz var? Yox, yox. Mən 20 ildən artıqdır ki, maşın idarə edirəm, həmişə də etibarnamə ilə sürmüşəm. Özüm təqaüdçüyəm, imkanım yoxdur ona format eləməyə. Yəni bu etibarnamə ilə sürmənin risklərindən xəbəriniz var da? Elə də xəbərim yoxdur. Digər sürücülər isə avtomobilin öz adına keçirilməsi üçün tələb olunan rüsum və ödənişlərin yüksək olduğunu əsas gətirərək bu üsula üstünlük verdiklərini bildirdilər. Etibarnamə ilə idarə edirəm. Bilirəm riskləri çoxdur. Sabah onun yiyəsi rəhmətə də gedə bilər. Onun yiyəsi mənim əlimdən də ala bilər. Risklərini bilirəm, çox olur, amma bahadır deyə adıma sala bilmirəm. Mənim avtomobilim öz adımadır. Etibarnamə ilə almağın bəzi riskləri olduğu üçün almadım ki, alarsan sonra həmin adamla razılaşa bilmərsən, etibarnaməni ləğv edəsə, sən başqa göstərə bilmirsən ki, avtomobili almısan. Onun üçün mən birbaşa avtomobili öz adıma keçdim ki, həm də bunun üstünlükləri var. İstədiyim vaxt başqasına etibarnamə verirəm, idarə etmə hüququ. Məsələ ilə bağlı mütəxəssislər hesab edirlər ki, maarifləndirmə işləri gücləndirilməli, vətəndaşlara hüquqi nəticələr barədə daha geniş məlumat verilməlidir. Eyni zamanda prosedurların sadələşdirilməsi və xərclərin optimallaşdırılması da etibarnamə ilə idarə etmə hallarının azalmasına müsbət təsir göstərə bilər. Xosrov İbrahimov, ATV Səyyad Cəmil Məhərrəmov, NTV Xəbər.